Hindun verdiyi dərs. Bir gün New York şəhərinin mərkəzində yerləşən ofisin bir neçə işçisi birlikdə yemək fasiləsinə çıxır. İşçilərdən biri Amerikanın yerli əhalisinin nümayəndəsi olan Hindu idi. Küçədəki insan izdihamı, maşınların gürültüsü, siqnal və fit səslərinə rəğmən qulağına nəşəli bir cırcıramanın səsinin gəldiyini söyləyən Hindu bir anlıq hər şeyi unudub onu axtarmağa başlayır. Dostları Hinduya bu qədər gürültü içərisində kiçik bir böcəyin səsini eşitməyin mümkün olmadığını, onun yanıldığını söyləyir və ona inanmayaraq laqeydcəsinə yollarına davam edirlər. Bir işçi isə Hindu dostuna inanmasa da onunla cırcıramanı axtarmağa başlayır. New Yorkun nəhəng binalardan ibarət təbiətə yad küçələrində hansısa doğma cırcırama səsini axtarmaq başqalarına qəribə görünə bilərdi. Böyük şəhərlərdə insanlar həmişə tələsir, vurnuxur, iş məişət qayğıları onların bütün həyatını ağuşuna alır. Bir anlıq ayaq saxlamaq, zövq alaraq əsl mənada yaşamaq həyatı, təbiəti duymaq yadına düşmürdü kimsənin. Burada şey olub, cümləni düzəltmək lazım deyəsən. Çünki cümlə bildiyiniz puzzle kimidir. Deyək 10-cu sualı elə indidən deyək. Bir anlıq ayaq saxlamaq, zövq alaraq əsl mənada yaşamaq həyatı, təbiəti duymaq yadına düşmürdü kimsə. Bu nə cümlədir? Bir anlıq ayaq saxlamaq, sonra zövq alaraq həyatı əsl mənada yaşamaq, təbiəti duymaq kimsənin yadına düşmürdü. Bir deyirəm, bir anlıq ayaq saxlamaq, həyatı bir anlıq ayaq saxlamaq, zövq alaraq həyatı əsl mənada yaşamaq, təbiəti duymaq kimsənin yadına düşmürdü. Belə olmalıdır. 10-cu sualınızı dedik. İnsanlar sanki daim bir-biri ilə yarışır və hər kəs bir yarış maşınına çevrilir. Belə bir qələbəlikdə, bu türklərin dediyi kalabalıq var, o mənadadır. Amerikalı Hindunun təbiətə qarşı bu qədər həssaslığı dostunu heyrətləndirir və o böyük bir maraqla Hindunu izləməyə başlayır. Hindu yolun qarşı tərəfinə qaçır, dostu isə onu təqib edir. Binaların arasındakı yaşıllıqda, yarpaqların arasında doğrudan da bir cırcırama tapırlar. Dostu heyrətlə Hinduya deyir. Deməli, sənin fövqəltəbii güclərin var, sən qeyri-adi insansan. Cırcıramanın burada olduğunu necə müəyyən edə bildin? Hindu isə cırcıramanın burada olduğunu bilmək üçün heç də fövqəltəbii güclərə ehtiyac yoxdur. Deyərək dostundan onun izləməsini xahiş edir. Deməli, birlikdə səkiyə çıxırlar və Hindu cibindən çıxardığı xırda bir pulu yerə atır. Bir çox insan düşən qəpiyin cingiltisini duyaraq ciblərinə baxır və pulun onun cibindən düşüb-düşmədiyini yoxlayır. Hindu dostuna tərəf çevrilərək deyir, insanların reaksiyasını gördünmü? Önəmli olan nəyə dəyər verməyin və nəyi vacib hesab etməyindir. Hər şeyi buna görə eşidər, görər və hiss eləyərsən. Dostu Hindunun səmimiyyətinə, saflığına heyran olub, ona əvvəlkindən daha artıq dəyər verməyə başlayır. Baxırıq birinci suala. Deyir, mətndə qarşı-qarşıya qoyulur. İşgüzarlıqla həyatsevərlik? Yox. Həssaslıqla biganəlik. Yəni, cırcıramaya qarşı həssas olan Hindu və ona biganə olan digər insanlar var. Təbiətə bağlılıqla şəhərləşmə, bəli. Çünki orada deyir ki, New Yorkun nəhəng binalarından ibarət təbiətə yad küçəndə hansısa doğma cırcırama səsini. Təbiətə yad küçədə doğma cırcırama səsi, yəni təbiətsizliklə təbiət qarşılaşdırılır. 2 ilə 3 A variantı. Mətnin məzmununa aid olmayan fikirləri müəyyən edin. Dostların inamsızlığı var. Çünki orada deyir ki, onun yanıldığını söyləyir və ona inanmayaraq görürsünüz, laqeydcəsinə yollarını davam edir. Deməli, biri var. B getdi, C getdi. Gündəlik qayğılarla keçən həyat, bu da var. Yəni, hamı ora-bura qaçır deyir. İnsanlar həmişə tələsir, vurnuxur. 2 getdi. Sonra insanların qeyri-adi hərəkətləri sakit qarşılaması, belə bir şey yoxdur. Hindunun fövqəltəbii gücü ilə öyünməsi, Hindu öz gücü ilə öyünmür. Hətta deyir ki, bunun üçün fövqəltəbii gücə ehtiyac yoxdur. Önəm verilən dəyərlər var. Çünki deyir ki, önəmli olan nəyə dəyər verməyin və nəyə vacib hesab etməyindir. 5 də getdi, qalır A variantı.
Gəldik 3-ə. Mətndəki əsas fikri müəyyən eləyin. Hər kəs üçün dəyərli anlayışı fərqlidir. Bəli. Və məsəl üçün orada pul atan kimi hamı öz cibinə axtardı. Çünki hamı orada pula dəyər verdi. Amma bir cırcıramanın səsinə heç kim dəyər vermir. Çünki onun üçün təbiət lazım deyil. Təbiət onu məhv edənləri cəzasız buraxmır, belə bir şey yoxdur. Təbiəti qorumaq hamının borcudur, belə bir şey yoxdur. Təbiət ancaq o adama tabe olur ki, o təbiətin dili ilə danışır. Bunu demək olar, çünki Hindu cırcıramanın səsini eşitmişdi və o təbiətin dili ilə sanki danışırdı, yəni cırcıramanın səsi ilə. İnsanlar təcrübələri nisbətində deyil, təcrübələrindən aldıqları dərslər nisbətində yetkindirlər. Bəli, təcrübələrindən aldıqları dərs. Məsələn, Hindunun ona bir təcrübə yaşatması və həmin təcrübə nəticəsində ona dərs öyrətməsi onu, həmin o qarşısındakı insanı, ona inanmayan, amma onunla cırcıramanı axtaran dostunu yetişdirir. Cavab olur A variantı. Sonra getdik 4-ə. Nömrələnmiş hansı cümlə ixtisar olunsa mətndəki fikirlər arasında əlaqə pozulmaz. Məsələn, biri silsəniz, əsas obrazınızı itirəcəksiniz. İkini silsəniz, buradan ta ki bura qədər olan hissəni itirəcəksiniz deyə. O cırcıramanın səsi olan hissəni itirəcəksiniz. 3-ü itirsəniz, sonra Hindunun yanında kim var idi, onu itirəcəksiniz. Amma 4-ü silsəz problem yox deyir. Hindu yolun qarşı tərəfinə qaçır, dostu isə onu təqib edir. Bunu sil də, nə olacaq ki? Y variantı. Mətndən altından xətt çəkilmiş cümlə hansı üslubu xüsusiyyəti daşıyır? Nyu-Yorkun nəhəng binalardan ibarət təbiətə yad küçələrində təzad var uşaqlar. Təbiətə yad küçələrində doğma cırcırama səsi. Görək var burada təzad. Hə, var deyil. Təzaddan istifadə olunub. Yad, doğma. Bir-birinə antonimdir. Yad küçədə doğma cırcırama səsi. Keçdik 6. Tünd qara hərflə verilmiş sözün kontekstə uyğun şərhini yazın. Vurma. Bəli. Mübaliğə yoxdur orada. Nə işirdib ki? Yox, mübaliğə bilsən nədir? Məsəl üçün deyir ki, Koroğlu elə bir nərə çəkdi ki, dağ-daş lərzəyə gəldi. Sən nə qədər qışqıra bilərsən ki, dağ-daş yerindən sirkələnsin, yəni abartır da o. Şişirdilmə o deməkdir. Amma burada sən sifət deyirsən, sifət o epitetdir. Burada epitet yazmır baxın. Sifət dediyin epitet. Məsələn, doğma cırcırama, necə cırcırama? Bunu fikirləşibsən yəqin. Yad küçə, necə küçə? Buna mı deyirsən? Ayrıca onlar epitetdir. Bax, görürsən, cavabların içərisində epiteti yazmayıb. Epiteti yazsaydı zaten sual səhv olardı. Çünki düz deyirsən. Məcazi mənalı sifətlər var. Onlar epitetdilər. Amma görürsən, burada epitet yazılmayıb, amma təzad yazılıb. Ona görə C-ni götürürük. Sonra, tünd qara hərflərlə verilmiş sözün kontekstə uyğun şərhini yazın. Vurnuxmaq. Vurnuxmaq. Nədir vurnuxmaq? Yerində hərəkət etməkdir. O yan bu yana qaçmaq belə. Ora-bura qaçmaq kimi yaza bilərsiniz. Hər hansı bir cümlədə. Qurdalanmaq da çıxıb, hətta etalonda da yazılmışdı keçən il. Qurcalanmaq. Qurcalanmaq yox, qurdalanmaq. Sözün kökünü heç araşdırmayın, heç o yerlərə getməyin, soruşmazlar, qorxmayın. Qurd ola bilməz deyə düşünürəm, ümid edirəm. Qurdalanmaq, tıncıxmaq. Uşaqlar, o dialekt dilidir. Azərbaycanda tıncıxmaq sözü yoxdur. Özü tıncıxmaq belə narahat olmaq kimi bir şeydir. Bu vurnuxmaq, ora-bura qaçmaqdır bir növ. Yerində hərəkət eləmək. Çapalamaq kimi bir şeydir. Tıncıxmaq başqa şeydir. Və onu da cümlədə işlətməliyik dediyim kimi qurdalanmaq. Sonra, mətnin sonluğuna uyğun Hindu ilə onun iş yoldaşının daha sonrakı münasibətini ifadə edən bir cümlə yazın. Daha artıq dəyər verməyə başlayır. Nə bilim, sonra daha sonra onların dostluqları daha da yaxşı münasibətə çevrildi. Onlar bir-birləri ilə daha yaxından dost olmağa başladılar. Ola bilər ki, bundan sonra bütün incəliklərə bir yerdə fikir verir, təbiətin səsini daha dərindən dinləməyə çalışırdılar. Bu tərz cümlələr yəni.
yaza bilərsiniz. Necə sual? Deyirsən, belə sual düşə bilər. Necə sual? Hə, əlbəttə ki, bu uşaqlar bu vaxta qədər imtahana düşmüş mətnlər ya da ki, ona bənzər mətnlərdir. Dim salıb bunu. Yəni başqa müəllif kitabı deyil ki, deyim salmaz zat. Salıblar yəni. Hətta biz belə sualları güvəndə də işləmişik. Yəni güvən testlərində də olur ki, məsələn, nəticə hissəsini genişləndirən bir cümlə yaz. Hətta verər ki, giriş hissən genişləndirən bir cümlə yaz. Əsası genişləndirən bir cümlə yaz. O sənin tərkib hissələrini bilib bilmədiyini yoxlamaq üçün aydınlatır. Məsələn, əsas hissəni genişləndirən bir cümlə deyəndə, sən məsələn, əsas hissə çox abzasda yazırsan ki, əsas hissədə mətnin məsələn, 4-cü abzasını genişləndirə biləcək cümlə, qoşa nöqtə yazırsan. Biraz strukturlaşdırmanı da bilməlisən ki, necə yazaq ki, həm səliqəli görüntü yazsın. Həmçinin Hindu kimi o da təbiəti hiss etməyi öyrənir. Bəli, yazmaq olar. Və ikisi bir yerdə təbiətin dadını çıxarmağa başlayır. Təbiət qoynunda istirahət etməyə gedirlər həmişə bir yerdə və digər iş yoldaşları ilə də bunu müzakirə edirlər. Nə bilim, çox şey yazmaq olar. Yəni, amma münasibətlərini ifadə edən deyil. Münasibət deyirsə, dostluqlarının möhkəmlənməsinə dair cümlələr yazmalısınız. Hindunun dostu. Hindunun dostu ona inanmasa da, zata onu yazdığı qəlbinə dəymir də. Sən yazmaq olar ki, səmimi yazmaq olar, səmimi insandır. Sonra yazmaq olar ki, məsələn, cırcıramanı axtarmağa gedir. Ona inandığından deyil, maraqlanırdı ondan. Yazmaq olar ki, maraq göstərən. Maraqlı yazmaq olar, amma maraq göstərən yazsanız daha yaxşı olar. İnamsız da yazmaq olar, bəli. Çünki inanmırdı ona birinci. Dəyər verən də olar, bəli. Sonra orada nəsə də yazılmışdı, görüm gözümdən nə qaçdı. Fikir verir sözdür. Cümlədir. Saf olar. Saf da olar. Saf idi ki. Yazmaq olar. Deyə düşünürəm. Zaten vəsairə. Sonra 9. Birinci abzasın məzmununu ümumiləşdirən bir cümlə yazın. Birinci abzasın məzmunu. Burada nədən danışır? Deməli, New Yorkdakı iş yoldaşları yolla gedərkən Amerikalı Hindu cırcırama səsini eşitdiyini deyir və dostları ona inanmır. Tərzi bir cümlə. İnanmır, vergül qoyursunuz, vergül qoya bir cümlə yaza bilərsiniz. İşçilərin birliyi nədir? Plan demir, ay bala, cümlə deyir, nə danışsın sən? Özə birliyi yox. Ay dədəcə. Siz deyirik, sizdən adam olmayıb, olmayacaq. Olmaz. Aslında deyirəm cümlə deyil. Özü də palaz boyda cümlə yazıb burada etalonda. New Yorkda çalışan işçilər yemək fasiləsində yolla gedərkən Hindu cırcırama səsi eşitdiyini deyir o qarmaşalıqda. Lakin iş yoldaşları ona inanmır. Sadəcə iş yoldaşlarından biri olan dostu ona inanmasa da onunla bir yerdə cırcırama axtarmağa başlayır. Bu bir cümlədir. Onu yazsız qutardı. Çərçivədəki cümləni də düzəltmişdik bayaqları. Bununla bağlı problem var.